Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. 2026-cı il astrologiya və numerologiya mütəxəssislərinin proqnozuna görə atili olacaq və bəzi doğum tarixlərinə xüsusi enerji və uğur gətirəcək. Xüsusilə bu tarixlərdə doğulan insanlar şəxsi və peşəkar həyatlarında önəmli irəliləyişlər, yeni başlanğıclar və uğurlu hadisələr yaşayacaqlar. Xəbər verilir ki, numerologiya hesablamalarına görə 1, 5 və 8-ci günlərdə doğulanlar 2026-cı ildə maksimum uğur və enerji sahibi olacaqlar. Bu tarixlərdə doğulanların liderlik qabiliyyətləri güclənir, yeni layihələrə başlamaq və məqsədlərinə çatmaq üçün əlverişli şərait yaranır. Astrologiya baxımından isə yanvarın 2-si, fevralın 11-i, avqustun 18-i və dekabrın 29-u tarixlərində doğulan şəxslər 2026-cı ildə at ilinin verdiyi şanslı enerjinin tam hiss edəcəklər. Bu tarixlərdə doğulan insanlar həm yaradıcılıq, həm də sosial əlaqələrdə uğur qazanacaqlar. Numeroloji hesablamalar əsasən bu tarixlərdə doğulanlar üçün pul, sağlamlıq və şəxsi münasibətlərdə balans əldə etmək daha asan olacaq. Yeni il dövründə diqqət yetirsələr, həm iş həyatında, həm də ailə və dost münasibətlərində əhəmiyyətli uğurlar əldə edə bilərlər. Mütəxəssislər tövsiyə edirlər ki, bu tarixlərdə doğulan insanlar yeni başlanğıclar, layihələr və investisiyalara fokuslansınlar. At ilinin enerjisi ilə birləşən bu pozitiv dövr onların 2026-cı ili uğurlu və məhsuldar keçirməsinə şərait yaradacaq.